اما در پیوند با هویت طلبی و زبان ترکی، اون دیگه خیلی روشن بود دیگه. در پیوند با هویت طلبی همونطور که میدانید طرفداران آموزش به زبان مادری رو که در واقع فعال مدنی هستند و خواست مدنی در چارچوب قانون حاکم دارن، قانون جاری در مملکت دارن، در استان آذربایجان ایران هویت طلب میگویند. این ربطی به جدایی طلبی و تجزیه طلبی و این حرفا نداره. آموزش به زبان مادری در قانون آزادی آموزش به زبان مادری در قانون اساسی جمهوری اسلامیشون هم به رسمیت شناخته شده و چون جمهوری اسلامی نمیخواد این اصل قانون اساسیش اجرا بشه، به هویت طلبان میگوید تجزیه طلب تا هم سرکوبشون کنه، هم فارس ها و بقیه رو در مقابلشون قرار بده. این حقیقت موضوع. براهنی در 2 دهه گذشته از آموزش به زبان مادری همیشه دفاع کرده. زبان مادریش هم ترکیه. اما ببینیم به عنوان نویسنده‌ای که همه آثارش به فارسی است، در این باره حرف روشنش چیه؟ ببینیم. در مملکت ما که مملکتی یک ادبیات درخشان داره، یه تاریخ خیلی خیلی درخشان داره، یکی از قدیمی ترین تواریخ جهانه، درسته؟ فارسی که زیباترین زبانیه که من به عنوان آدمی که زبان مادریش فارسی نیست و آذربایجانی هستم، اینو اذعان میکنم که اون زبان به مراتب از زبان مادری من زیباتره، گرچه من در همه جا از زبان مادری خودم هم دفاع میکنم. تیکه های از سخنرانی رضا براهنی بود در کانون دوستداران فرهنگ در مریلند آمریکا که کانال تلگرامی روزاروز منتشر کرده بود که ما پخشش کردیم. Doktor Rıza Bərahəni daha bizim aramızda yoxdur və əlbəttə o xatirələri ilə və gördüyü dəyərli işləri ilə insanların ürəyində və xatirəsində və zehnində yaşayacaqdır. İndi geriyə baxanda Doktor Rıza Bərahəninin yaşamına baxanda 3 sahədə görüntü ələ verilir. Bir görüntü, Doktor Bərahəni bir fars dilində yazar, roman yazar, tərcüməçi, şair və bir səbk sahibi olan tənqidçi kimi tanınır və çox yüksək səviyyədə və titizli bir qələmlə onun adı fars ədəbiyyat sahəsində çəkiləcəkdir. Bir başqa tərəfdən Doktor Rıza Bərahənidən bir demokrat insan meydandadır. Sansorla müxalifət şah zamanından, orada zindan çəkmə, orada şikəncə ilə və istibdadla müxalifət etmə və sonralarda İslam Cumhuriyetinin istibdadı gəlişdiyində onunla müxalifətini göstərmə hər kəsə əyandır və bu görüntüdə bir demokrat Rıza Bərahənini bizə nümayiş etdirməkdədir. Üçüncü görüntü Rıza Bərahəninin milli kimliyinə, yəni türk olmasına və xüsusən türk dilinə önəm və sayğı göstərməsidir və türk dilinin rəsmi olması və o dildə təhsil alınmasına çalışması Azərbaycanda yaşayan və İranda yaşayan türk xalqı üçün Rıza Bərahənidən daha bir başqa görüntü verir. Bu üçüncü görüntü Rıza Bərahənidən xüsusən Azərbaycan Qələm Əncüməni yaranandan sonra və Doktor Rıza Bərahəni onun fəxri başqanı seçilməklə mərkəzdə bir tərəfdən səltənətçilər Rıza Bərahənini düşmən kimi gördülər. Bir tərəfdən də bunun qələmdaşları Rıza Bərahənini türk dilinə diqqət və təvəccüh üçün yıxıcı və təxribatçı tənqidlərlə qarşı-qarşıya qoydular. Doktor Rıza Bərahəninin vəfatından bir neçə gün sonra Ayıb Fəlahəti Amerika səsində Bərahəniyə qarşı mərkəzdən yıxıcı və təxribatçı tənqidlərə bir proqram apardı və həqiqətən Rıza Bərahənidən ciddicə müdafiə etdi. O proqramda onun danışdığı bir konferansdan bəzi bölümləri yaydı. O danışıqda fars dili ilə türk dilini qiyas etmədə və İran ədəbiyyatından danışıqda Rıza Bərahəninin o bölüm danışıqları həqiqətən bizim açıdan tənqidə layiq bir sözlərdir. Bu tənqidi Doktor Rıza Bərahəniyə yönətməsək, bu şaibə canlana bilər ki, biz ki Doktor Rıza Bərahəninin yanındayıq, ondan himayət edirik, onu özümüzdən bilirik. Bəlkə Rıza Bərahəninin bu türk dili ilə farsının qiyasını da biz qəbul edirik kimi deyə qəbul olunsun. Ona görə Doktor Rıza Bərahəninin o bölüm söhbətləri üçün bir neçə cümlə bəyan etməliyəm. Birincisi, orada deyir ki, İranın bir parlaq ədəbiyyatı var. Diqqət edin, İranın parlaq ədəbiyyatı var. Amma həqiqətdə fars dilinin parlaq ədəbiyyatı var demək istəyirmiş. Çünki İranda bir dil yoxdur ki, bir ədəbiyyatdan danışılsın. İranda dillər var
və onların ədəbiyyatı var. Deyə bilərdi İranda parlaq ədəbiyyatlar var ki, əlbəttə yoxdur həqiqətdə. Çünki bu dillər bastırılıb, bu dillər əzilib, bu dillər daxili istimara məruz qalıb, ayrı seçkiliyə məruz qalıb. Fars dili ilə rəqabət etmə imkanı verilməyib. Hətta rəsmiyyətə belə tanınmayıblar. Ona görə fars dilinin parlaq olması keçən yüzildə daxili istimar siyasəti və dillərə qarşı ciddicə və çox kəsin baskılar əsasında bu parlaqlıq meydana gəlmişdir. Amma hər halda İran ədəbiyyatının parlaqlığı deyil, fars ədəbiyyatının parlaqlığından danışmaq olar. İkinci deməli sözüm budur ki, dillər arası qiyasda dillərin fərqliliklərindən danışmaq olur. Amma dəyərləndirmə məsələsinə gələndə yaxşıdır, pisdir, gözəldir, çirkindir. Gözəl bir iş deyil. Çünki hər halda bu dillərdə insanlar danışır. O insanların dəyərinin bərabəri üçün onların danışdığı dilləri bir-biri ilə müqayisədə dəyərli və dəyərsiz göstərmə insani cəhətdən və kültürel cəhətdən də düz çıxmaz. Amma Döktür Rza Bərahəni bu danışığında bir türk olaraq deyir ki, mən fars dilini öz ana dilimdən daha gözəl görürəm. Birinci sual budur. Döktür Rza Bərahəni hangi türkçəni fars dili ilə müqayisə edir? İrandakı türkçə, Rza Bərahəninin şəfahi türkçəsi. Çünki keçən yüzildə İranda türk dili əzilmiş bir dildir. Təhqir olunmuş, ayrı seçkiliyə, daxili istimarın siyasətinə məruz qalmış bir dildir. Fars dilinin baskısının altında qalan bir dildir və məktəblərdə oxunmayan, rəsmi olmayan bir dildir. Belə bir durumda olan bir dillə İranın keçən yüzildə dövlətinin rəsmi dili olan farsça ilə qiyas edə bilərikmi? Əgərsə farscanı türkçə ilə qiyas etmək istəyirik, farsça İranda keçən yüzildə İran dövlətinin rəsmi dili olmuş, türk dili də Türkiyədə Türkiyənin rəsmi dili olmuş keçən yüzildə. Yəni bir adilanə bir durumda. Əcəba İranda farscanı Türkiyədəki türkçə ilə qiyas edəndə hangisi daha çox güclü nəzərə gəlir? Bu dillərin hangisi Nobel ödülünə layiq görülüb? Farsça mı? Yoxsa türkçə? Əcəba dünyanın ölkələrinə yayılan türk dilində filmi və dizini İranda olan sinema və dizilərlə qiyas hala qoya bilərikmi? Ayrıca, amma Döktür Bərahəninin bəyanında türk dilini fars dilindən keyfiyyətsiz göstərmək İranda olan qeyri-fars dillərə qarşı o üstün zehniyyəti, nasionalisti zehniyyəti təşviq etmə mənasına gəlir. Bu qısa sözlərimlə bunu demək istəyirəm ki, Döktür Bərahəni yaşamda olsaydı və biz bu ürək sözlərimizi ondan danışsaydıq, yəqin edirəm ki, fikir təfavütümüz heç olmayacaqdı. Adı və xatirəsi unudulmaz olsun.